Salam əziz İntibah TV izləyiciləri. Sizinlə bugün cəmiyyətimizdə getdikcə daha çox müzakirə olunan bir mövzu haqqında danışacağıq. Mövzumuz cəmiyyətdə sosial media müsbət və mənfi tərəfləri, həmçinin sosial mediada yaş limiti neçə olmalıdır mövzusudur. Son illərdə sosial media həyatımızın ayrılmaz hissəsinə çevrilib. Artıq xəbərləri, gündəmi, dostlarımızın paylaşımlarını və hətta təhsil materiallarını belə əsasən sosial media vasitəsilə izləyirik. Bəzən saatlarla telefonumuzdan ayrılmırıq. Bu isə bir sual yaradır. Sosial media həyatımızı asanlaşdırır, yoxsa biz ondan asılı vəziyyətə salır? Sosial media informasiya əldə etmək üçün ən sürətli vasitələrdən biridir. Dünyanın istənilən yerində baş verən hadisələrdən bir neçə saniyə ərzində xəbər tuta bilirik. Tələbələr üçün müxtəlif dərslər, onlayn kurslar və maarifləndirici videolar əlçatandır. Kiçik sahibkarlar öz məhsullarını reklam edir, gənclər isə bacarıqlarını nümayiş etdirərək yeni imkanlar qazanırlar. Uzaqda yaşayan ailə üzvləri və dostlarla əlaqə saxlamaq da əvvəlkindən daha rahatdır. Amma məsələnin digər tərəfi də var. Bugün sosial medianın ən böyük problemlərindən biri vaxtın səmərəsiz istifadəsidir. İnsanlar bəzən fərqinə varmadan saatlarla telefon ekranına baxırlar. Bu isə həm təhsilə, həm işə, həm də ailə münasibətlərinə mənfi təsir göstərir. Digər ciddi problem saxta xəbərlərdir. Sosial şəbəkələrdə yayılan hər məlumat doğru olmur. Bəzən yoxlanılmamış məlumatlar cəmiyyətə təşviş yaradır və insanların yanlış qərarlar verməsinə səbəb olur. Buna görə gördüyümüz hər xəbərə dərhal inanmaq düzgün deyil. Kiberzorakılıq da sosial medianın təhlükəli tərəflərindəndir. Xüsusilə də uşaqlar və yeniyetmələr təhqir, təzyiq və alçadıcı rəylərə qarşılaşa bilirlər. Bu isə onların psixoloji vəziyyətinə mənfi təsiridir. Bəs sosial mediada yaş limiti neçə olmalıdır? Hazırda əksər sosial media platformalarında minimum yaş həddi 13-14 yaşdır. Lakin bu o demək deyil ki, hər 13 yaşlı uşaq sosial mediadan tam təhlükəsiz istifadə edə bilər. Mən hesab edirəm ki, valideyn nəzarəti çox vacibdir. Uşaqlara internetdən düzgün istifadə qaydaları öyrədilməli, onların hansı məzmunu istədiyi diqqətlə saxlanmalıdır. Yaş artdıqca məsuliyyət də artmalıdır. Sosial mediadan tamamilə uzaq durmaq bugün mümkün deyil. Əsas məsələ ondan düzgün istifadə etməyi bacarmaqdır. Sosial media bizim həyatımıza xidmət etməlidir. Biz sosial medianın əsrinə çevrilməməliyik. Unutmayaq ki, telefon ekranından kənarda da ola bilər həyat var. Ailə ilə söhbət etmək, kitab oxumaq, idmanla məşğul olmaq və dostlarla canlı ünsiyyət qurmaq insanın həm fiziki, həm də psixoloji sağlamlığı üçün olduqca vacibdir. Digər bir məsələ, mənim fikrimcə gələcəkdə sosial media platformalarında qeydiyyat zamanı şəxsiyyətin etibarlı şəkildə təsdiqlənməsi mexanizmi tətbiq olunsa, bu bir çox problemlərin qarşısını ala bilər. Məsələn, şəxsiyyət vəsiqəsi və ya digər rəsmi sənəd əsasında yaşın və istifadəçinin həqiqi kimliyinin təsdiqlənməsi mümkün olsa, saxta hesabların sayı azalar. Bugün sosial şəbəkələrdə bəzi insanlar saxta profillər açaraq başqalarını təhqir edir, böhtan atır və ya kibercinayət xarakterli hərəkətlər edirlər. Daha sonra isə məsuliyyətdən yayınmağa çalışaraq, o hesab mənim deyil, deyirlər. Kimliyin etibarlı şəkildə təsdiqlənməsi belə halların araşdırmasını və hüquqi məsuliyyətin müəyyən edilməsini asanlaşdıra bilər. Əlbəttə, belə bir yanaşma tətbiq ediləcəyi təqdirdə insanların şəxsi məlumatlarının qorunması və məxfiliyin də ciddi şəkildə təmin edilməlidir. Əziz izləyicilər, siz də bu mövzu ilə bağlı fikirlərinizi şərhlərdə bizimlə bölüşə bilərsiniz. Sizcə, sosial medianın faydalarına daha çoxdur, yoxsa zərərləri? Uşaqlar üçün yaş məhdudiyyəti artırılmalıdırmı? Unutmayaq ki, keçmişdə təhlükə top tüfəng idisə, bugün də sosial mediadır.